Bunu hara qoyum ki, Allaha da xoş getsin. Əsmə, təzdən. Ayda, bu niyə belə oldu? Ay Allah. Nəyin yadımdan çıxdı? Artıq aprel ayıdır və mən xatırladım ki, mart ayı boyunca oxuduğum kitabları sizinlə paylaşmamışam. Ona görə də zaman itirmədən bu videonu çəkmək istədim. Uzun aradan sonra nəhayət ki, mən hər ay, əvvəllər yəni, orta hesabla 5 kitab oxuyurdum. Təbii ki, həcmindən asılı olaraq bu say bəzən 3, bəzən 6-7 arası dəyişə bilirdi. 6-7-yə qədər yüksələ bilirdi, amma orta hesabla adətən 5 kitab oxumuşam həmişə və son bir neçə ayda bir qədər işlərimin çoxluğundan mütaliə sürətim çox enmişdi və mən mart ayı boyunca bizə verilən bayram tətilindən çox məhsuldar yararlandım və nəhayət ki, mart ayı boyunca 5 kitab oxuya bildim. Daha doğrusu 5 əsər oxuya bildim və bir əsəri də başladım ki, onu da ümid edirəm aprel ayında yekunlaşdırıb sizə təqdim edə biləcəm. Oxuduğum əsərlərin siyahısını sizə təqdim edəcəm, kitabları da göstərəcəm, amma biri məndə yoxdur. Kitab o haqda danışacağım. Martın əvvəlində oxuyub bitirdiyim kitab Markus Zusakın Kitab Oğrusu əsəri idi. Bu əsər müharibənin dəhşətlərini, insanların qurtuluş və müqavimət gücünü təsvir edir. Kiçik bir spoiler verəcəm, amma bunu tam spoiler hesab etmirəm, çünki əsərin əvvəlində artıq ilk cümlələrin onsuz da özünüz görəcəksiniz, əmin olacaqsınız. Kitabda hadisələr qeyri-adi bir personajın dilindən, yəni ölümün dilindən verilir. Lakin buna baxmayaraq, yazıcı oxucunu qorxutmur. Yəni, ölümün dilindən verilməyinə baxmayaraq, oxucunu qorxutmur, əksinə müxtəlif talilərin daha incə və daha dərin təsvirini göstərir, daha dərin tərəflərini açır. Baş qəhrəman Lizel üçün, Lizel Menninger bu arada az yaşlı bir qızdır. Onun üçün kitab oxumaq, mütaliə etmək həm mübarizədir, həm təsəllidir. Oxumağın, sözlərin sehri, gücü, yəni bu kitabda çox gözəl təsvir olunur. Daha da mütaliə etməyə həvəsləndirir bu arada Lizelin kitab sevgisi. Bu kitab müharibənin fərqli talilərə təsirini göstərir, amma eyni zamanda ümidin və inamın, sevginin, bütün, yəni belə deyim, qaranlıq dövrlərə baxmayaraq bütün xoş duyğuların mövcud ola biləcəyini göstərir. Mən bu kitabı oxumağı şiddətlə tövsiyə edirəm. Filminə də baxa bilərsiniz və bir öncəki paylaşdığım videoda qeyd etdiyim kimi həm kitabı, həm də filmi müqayisə etmişəm. Onların hər ikisi haqqında danışmışam. İstəsəniz izləyə bilərsiniz. Daha sonra mən Aleksandra Kaveyosun Leyla əsərini oxudum, amma təəssüf ki, o kitab hazırda məndə deyil, mənim kitabım deyildi. Mən onu oxudum və sahibinə qaytardım. Təəssüf ki, videonu çəkməmiş qaytardım. Yəni bunu qaytarandan sonra xatırlamışam, amma geri alıb yenidən video çəkə bilmədim. Ona görə də yalnız şəklini sizə təqdim edəcəm. Bu real hadisələrə əsaslanan əsərdir. Burada Bosniya müharibəsinin dəhşətlərini göstərir. Bir qəhrəmanın taleyini deyil, əslində bir qəhrəmanın taleyindən, başına gələnlərdən çıxış edərək qadınların gücünü, qüvvətini, qadınların yaşadığı o dövr üçün təbii ki, yəni Bosniya müharibəsində qadınların yaşadığı çətinlikləri göstərir, amma eyni zamanda da əslində bir qadının nə qədər möhkəm, nə qədər güclü olduğunu da çox açıq şəkildə sübut edir. Bu kitab haqqında mən paylaşım edəndə Instagramda bir qədər tənqidi yanaşmışdım, amma kitaba və sujet xəttinə deyil, sırf yazıcının qələminə mən bir qədər, daha doğrusu hadisələrin təsvir gücünə bir qədər tənqidi yanaşmışdım ki, daha təsirli və daha dərin duyğular aşılayan tərzdə yazıla bilərdi. Amma təəssüf ki, sadəcə hadisələri bizə çatdırmaqla kifayətlənmişdi yazıcı. O duyğuları, o dəhşəti çox güclü təsvir etməmişdi. Yəni bu təbii ki, mənim subyektiv fikrimdir. Siz kitab haqqında nə düşünürsünüzsə, onu videonun altında rəylərdə mənə yazsanız minnətdar olaram və həm də sizin fikirlərinizi bilmiş olaram.
Bu kitab bundan başqa deyərdim ki, insanlara bir vicdan çağırışıdır. Yəni insanlara bir ətrafımızdakilara qarşı məsuliyyət aşılayır, məsuliyyət duyğusuna çağırır, vicdan duyğusuna çağırır. Çünki orada bir məqam var, mən spoiler verməmək üçün demirəm, amma əsəri oxuyanlar biləcəklər ki, orada bir hadisə olmuşdu. Geniş təfərrüat verməyəcəm. Leyla bir qohumunun evinə getmişdi, başqa bir şəhərə və o hadisə göstərir ki, həqiqətən də insanlar tək özlərini düşünməməli, bir qədər məsuliyyətli olmalı cəmiyyətə qarşı, insanlara qarşı və bir qədər yox, ümumiyyətlə vicdanlı olmalıdırlar. Növbəti əsərlər Emma Scott'un Sıfır Sevgi deməkdir və Ən Yaxşı Oğlan əsərləridir. Burada 3 əsər yer alıb, hər biri 200 səhifədir. Ona görə də belə kitaba üçü də sığıb. Sənə Yolu mən daha əvvəl oxumuşdum, Aramızdakı İşıq əsərinə əlavə kimi bu haqda danışmışdım. 2 əsərini isə ay boyu müxtəlif vaxtlarda oxudum, amma madam ki Emma Scott'dan danışırıq, istədim ki elə ikisini də ardıcıl izah edim. İkisi haqqında danışım. Deməli, Sıfır Sevgi deməkdir, travmaların və emosional sağalmanın təsvirini verir. Hər iki qəhrəman, yəni həm qız, həm oğlan, indi adlarını unutdum, travmalı şəxsləri, yəni həyatlarında elə bir hadisə yaşanıb ki, bundan onlar təsirləniblər və növbəti illərdə həyatlarının davam edən mərhələlərində onlarla yol yoldaşı olub təəssüf ki və buna görə də onlar bir-birlərinə bir növ dərman ola bilirlər, çünki bir-birlərini anlayırlar. Amma yazıcı göstərmək istəyir ki, əgər sizin daxilinizdə mübarizə, müqavimət ruhu yoxdursa, o güc yoxdursa, sevgi sizə emosional sağalma prosesində və yaxud da travmalardan xilas olma yolunda kömək edə bilməz. Mütləqdir ki, insan özü sağalmaq istəsin, insan özü mübarizə apara bilsin. Digər əsər isə Ən Yaxşı Oğlan. İkisini müqayisə etsək, əslində Emma Scott haqqında, yəni onun qələmindən mən yaxşı fikirlər danışmışdım. Hələ də elə düşünürəm ki, yazı üslubu fərqlidir, axıcıdır, yəni xoşum gəlir, bəyənirəm. Amma təəssüf ki, bu iki əsərdə, deməli, ikinci haqqında da ayrıca onu deyim ki, Ən Yaxşı Oğlan yenə əslində Emma Scott'da təkrarlanan bir mövzudur bu. Gözəl qız, yaraşıqlı oğlan, ehtiraslı sevgi və ya hər iki tərəf, ya da bir tərəf travma. Bu əsərdən, yəni digər Ən Yaxşı Oğlan əsərindən də yan keçmədi bu mövzu təəssüf ki. Təəssüf edirəm ona görə ki, oxuduqca sadəcə obrazların adları və şəhərlərin dəyişdiyini görürdüm. Yəni elə bir his aşılayırdı mənə, çünki mövzular təkrarlanırdı sanki. Bir də Emma Scott'dan mən nəyə fikir verdim? Emma Scott haqqında ayrıca bir video çəkəcəm, amma biraz daha əsərlərini oxuyum, sonra özümü tam hazır hiss edəcəm. Amma hələlik ki 4 əsərini oxumuşam və mənə elə gəlir ki, Emma Scott qəhrəmanlarını sevdirə bilmir. Sevgi, romantik yazıçıları düşünək, xatırlayaq. Misal üçün, hər kəsin oxuduğu Jane Austen'in Qürur və Qərəz əsəri. Yəni, qəsdən hər kəsin tanıdığı bir əsəri misal çəkmək istədim. Mr. Darcy, yəni bunu kim tanımır ki bu obrazı? Və mən əminəm ki, qızların əksəriyyəti Mr. Darcy'ni sevir. Çünki Jane Austen qəhrəmanlarını sevdirə bilir. Amma Emma Scott qəhrəmanlarını nəinki sevdirir, heç xatırlamıram belə. Yəni, açıqdan deyim, adlarını xatırlamıram, unuduram. Bu yazıcı üçün böyük mənfidir. Yenə də demək istəyirəm ki, hələ ki çox əsərini oxumadığım üçün düşünürəm ki, belə böyük fikirlər səsləndirmək üçün bir qədər tezdir. Zamanla Emma Scott haqqında fikirlərim tam formalaşdığı zaman ayrıca bir video çəkməyi planlaşdırıram. Və bir məqamda qeyd etmək istəyirəm, Emma Scott'un qəhrəmanları olduqca gözəl və olduqca yaraşıqlıdırlar. Yəni, onları elə təsvir edir ki, sanki oxuduqca belə inanırsan onların yaraşığına və gözəlliyinə. Lakin mənim sevmədiyim tərəfi də məhz budur ki, sevgi yalnız gözlə başlaya bilər, amma vizual başlaya bilər, amma gözəlliklə deyil, insanın daxili aləmini bilmədən, mən elə düşünürəm, onu sevmək və yaxud da sevirəm demək mümkün deyil. Və təbii ki, bu yenə də mənim subyektiv fikrimdir. Yəni, ilk baxışdan sevgi anlamına, anlayışına inanmıram. Düşünürəm ki, zamanla olmalıdır bu. Tanımalısan, ilk baxışdan bəyənə bilərsən, amma
Tanıdıqca səndə sevgi yaranır. Emma Scottda isə əksinə ilk baxışdan dərhal dəlicəsinə aşiq olurlar və hətta qəhrəmanları, yəni kişilər dərhal da evlilik haqqında düşünürlər. Bu isə bizim düşünürəm ki, bir qədər dövrümüzə uyğun bir yanaşma deyil. Və sonuncu, mart ayında oxuduğum 5-ci kitab Xəz Paltolu Madonna. Səbahəddin Əliyev, Türkiyə ədəbiyyatının klassiklərindən biri. Mən bu əsəri çox sevdim. Romantik olmağı ilə yanaşı bir dərin psixoloji məqamlar var burada. Mən çox sevdim və fikir verdim ki, bu əsərdə Raif Əfəndinin simasında bizim ətrafımızda, bizim çevrəmizdə, yaxınlarımızın, dostlarımızın arasında bəlkə də elə özümüz də onlardan biriyik ki, həyatımıza müdaxilə etməyə, kənar insanların, başqa insanların, hətta ailəmizin belə həyatımızı idarə etmələrinə icazə veririk və bunu dəyişməyə özümüzdə iradə, güc tapmarıq. Bəzən tapdıqda belə bunu müəyyən səbəblərə bağlayıb susuruq və Raif Əfəndi də onların çox açıq şəkildə timsalıdır. Mən Raif Əfəndini sevdim bu arada, yəni bütün bunlara baxmayaraq. Onun səbrini sevdim, onun savadını, dünya görüşünü sevdim, onun sevgisini sevdim. Qeyd etdiyim kimi, yəni romantik məqamlar var burada, amma çox təsirli əsərdir. Əsasda sonu, yəni mən belə gözləmirdim. Bəlkə ortalarda müəyyən bir yer olmuşdu ki, düşünürdüm bu baş verə bilər, amma ən sonda Raif Əfəndinin çarəsizliyi və sadəcə növbəti dəfə həyatının belə deyim, sükanını əlinə ala bilməməsi, yəni mənə təsir etmişdi. Bu cəhətdən düşünürəm ki, çox düşündürücü əsərdir. Əgər oxumamısınızsa, bu əsəri də oxumağı sizə tövsiyə edərdim. Belə, mən videonun əvvəlində qeyd etdiyim kimi, nəhayət mart ayında uzun fasilədən sonra 5 kitab hədəfimi tamamlaya bildim. Aprel ayında bir qədər ləng başlamışam, amma eyni anda 2 kitab oxuyuram. Ümid edirəm ki, aprelin də sonunda sizlə görüşə gələndə bu ayda 5 kitabı yekunlaşdıra bilmişəm deyəcəm.